Salam əziz izləyicilərimiz. Biz bugün Lənkəran rayon Liman şəhərində ziyalı bir müəllimimizin evində qonağıq. Çox sağ olsun ki, bizi evinə dəvət etdi. Salam müəllim, xoş gördük sizi. Necəsiniz? Çox sağ olun. Siz çox xoş gəlmisiniz mənim evimə, mənim ocağıma. Çox sağ olun müəllim. Həm də limana xoş gəlmisiniz. Çox sağ olun, Allah razı olsun. Müəllim, adınız, soyadınız? Səyavuş Sahiboğlu Süleymanlı. Neçənci ildə anadan olmuşsunuz və harda? 6 yanvar bu günlərdə 1946-cı ildə Liman şəhərində anadan olmuşam. O vaxtı qəsəbə adlanırdı. Hansı ali məktəb bitirmişsiniz? Hansı ixtisas üzrə? Mənim oxumağım biraz belə birtəhər alınır. Qarışıq oxumağım çox qarışıq olub. Yəni bax, müəllimləri təkmilləşdirmə institutunun 1 illik rəsm xətt kursunu qurtarmışam. Sonra rəhmətli Təhsil naziri Mehdi Mehdizadənin bilavasitə köməkliyi ilə, yəni siyahıda adım yazılıb ki, APİ-də o təhsilimi davam etdirim. 2 il APİ-də oxumuşam, o vaxtın APİ-sində. Sonra sənədlərimi alıb getmişəm əskərliyə. Əskərlikdə Kazan şəhərinə düşmüşəm, daxili işlər qoşunlarının tərkibində əskərlik eləmişəm. Orada yaxşı əskərliyim olub. Yəni, bütün sahələrdə mən fərqlənmişəm. Qayıdandan sonra 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsinə qiyabi surətdə qəbul olunmuşam. 5 ildə orada oxumuşam. Elmi rəhbərim, yazıcı, görkəmli ədib Mirzağa Paşayev olub. Onunla yaxşı ünsiyyətlərim olub. Sadə, gözəl insan olduğunu deyirdilər. Mən onu əyani surətdə gördüm. Allah mən ustadıma, müəllimimə rəhmət eləsin. Amin. Bəxtiyar Vahabzadə mənim müəllimim olub. Görkəmli alimlər, dilçi alimlər, ədəbiyyatşünaslar mənim müəllimim olub. Bu yaxınlarda Bəxtiyar Vahabzadənin 100 illiyi keçiriləndə Mədəniyyət Mərkəzində mən onunla bağlı xatirələrimi də danışdım. Bəxtiyar Vahabzadənin bağlı. Müəllimlik fəaliyyətinə başlayandan sonra hansı məktəblərdə dərs demişsiniz? Müəllimlik fəaliyyətini deyirəm də, Mehdi Mehdizadə elə bir təhsil naziri olub ki, görün o biz 1 illik kurs qutaranda nəyi fikirləşmişdik ki, bu uşaqlar gedəcəklər məktəbdə müəllim işləyəcəklər. Yəni o vaxtı həmin fənni, rəsm xətt fənni peşəkar müəllim yox idi o sahədə. Onu bölüşdürürlər, ayrı-ayrı müəllimlərin üzərinə atırdılar. Çasovnik kimi belə dərs deyirdilər. Fikirləşdim ki, bunları orada çox incidəcəklər, az dərs verəcəklər bunlara, dolana bilməyəcəklər. Ona görə bunların hamısını APİ-də yerləşdirmək lazımdır. Pedaqoji institutunda. Onlardan biri də mən idim. O vaxtı da elə birbaşa 1 nömrəli orta məktəb, Liman şəhər 1 nömrəli orta məktəbinə məni təyin elədilər müəllim. Öz doğma məktəbimə. Ümumilikdə neçə il müəllimlik fəaliyyəti? Mənim 45 il. 45 il. Ömrünüzün yarı hissəsini, yəni təhsil etmişsiniz. Ömrümün yarısı hissə. Yəni vəzifələrdə oldum, qayıtdım. Qayıtdım yenə də dərs hissə müdürü. Axıra qədər elə dərs hissə müdürü işləmişəm. Özü yaxşı işləmişəm. Mənim Liman şəhərinin cəmaatı bilir ki, mən necə işləmişəm. Alxovka, o vaxt Alxovka, indi Göyşaban kəndi adlanır. Orada da 3 il yarım direktor işləmişəm, məktəb direktoru. Fəxri adlarınız, fəxri ad elə orada almışam. Onları da çəkin.
medallarım var, müxtəlif medallarım var. Çox. Özəl medallar da var, belə də var dövlət tərəfindən. Neçənci Prezident təqaüdçüsü olmuşam yazıçılıq sahəsində. Çox gözəl. Neçənci ildə təqaüddəsiniz müəllim? Öz Mən sənətiniz Elə üzrə. təqaüd haqqında 65 yaşından təqaüddəyim. Hə, Mən o vaxtı hal-hazırda neçə yaşınız var? birincilərdən biri də mənəm. 10 nəfər bir dəfəlik məktəbdən getdi. Məktəbin qaymaqları idi. İndi də limanda yaşayan valideynlər deyirlər. Heyf o müəllimlərdən. Yox, indiki müəllimləri mən pis istəmirəm. İndi cavanlardır, amma o vaxtı həqiqətən gözəl təhsil var idi. Hal-hazırda neçə yaşınız var? Mənim elə yeni il girən kimi 26-cı ilin 6-sı yanvarında mənim doğum günüm idi. Ömür yoldaşıma görə onun vəfatına əlaqədə heç bir tədbir keçirmək istəmirdim. Amma məni məcbur elədilər. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşkilatçılığı ilə mətbuat katibi Rafiq Rızayevin bilavasitə köməkliyi ilə mənim 80 illiyim Lənkəranda məkan restoranında qeyd olundu. Allah Yəni ömrünüzü uzun eləsin. az miqdarda adam olsun deyə onu elədilər. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin, rayon Ağsaqqallar Şurası İdarə Heyətinin təşkilatçılığı ilə başda Eldar Hüseynoğlu ilk öncə gərək icra hakimiyyətinin adını çəkərdim, üzr istəyirəm. İcra hakimiyyətinin bilavasitə mənim dostum, qardaşım, oranın rəhbəri Talih Qaraşovun bilavasitə göstərişi ilə mənim bir təşkilat da var idi. Əmək və Müharibə Veteranları Təşkilatı. Əlmərdan müəllim rəhbərlik edir o işə. Və bunların təşkilatçılığına çox gözəl bir tədbir keçirildi. Orada mənim ailə üzvlərim, sonra dostlarım, qələm dostlarım, ağsaqqallar iştirak elədilər. Gələn qonaqlar da var ki, mənim üçün ən çox belə məni çox sevindirən ədəbiyyat, deməli, Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid Şöbəsinin müdiri Vaqif Yusiflinin orada iştirak eləməsi idi. Mənim haqqımda xoş sözlər söyləməsi idi. Mənə hədiyyələr verməsi idi. Hədiyyələrim çox oldu. Mən mənim ehtiyacım da yox idi hədiyyə. Amma o adətdir də. Daha 80-dan o tərəfə olmur ki. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik müqəddəs peşədir. Əgər mən yenidən o cavan yaşıma qayıtsaydım, desəydilər, hansı sən peşəni seçərdin, deyərdim ki, müəllimlik. Bilirsiniz, müəllim həyatı yaşamaq çox çətindir. Bəli, Ulu Öndərimiz də qeyd etmişdir ki, İndiki, bəli. Ulu Öndərimizi də müəllim yetişdirib. Bəli, bəli. Bizim hörmətli, istəkli prezidentimiz İlham Əliyevi də müəllim yetişdirib. O özü də bir müəllimdir bu cəmiyyət üçün. Əlbəttə ki. Ona görə mən övladlarımı müəllim çörəyinə böyütmüşəm. Ona görə də onlar valideynlərini çox istəyirlər. Allah ömür versin hamısına müəllim. Yoldaşınız kimdir? Yoldaşınız haqqında adını, soyadını deyin. Yoldaşım Süleymanova Nüşabə Feyruz qızı adlı sanlı, Boradgahdan adlı sanlı bir kişinin övladıdır. Çox gözəl. Ağsaqqal,
keçmişi böyük vəzifələrdə olur. Övladları da onun yolundan gedib, dövlətə, vətənə xidmət edən mərd oğullar olur. Akif Neçə İsmail. evladınız var? Mənim, Bəli, bəli. mənim 2 övladım var. Adlarını deyərdiniz? Süleymanov Anar Siyavuş oğlu, Sultanlı Aygün Siyavuş qızı. Nəvə var müəllim? Nəvələrim də var. Neçə nəvəniz var? Sultanlı Siyasət Firdovsu oğlu, Sultanlı Sultanlı deyirəm, indi ərə gedib onu öz familiyasıyla gərək deyəm. Günay Firdovsu qızı, sonra buradakı nəvələrim də ki, biri Tunardır, Tunar Süleymanlı, sonra Mehdi Süleymanlı, nəticələr də ki, 2 dənədir. Biri Məhərrəmdir, biri də Ayaz. Onları hər gün görürəm, məktəbə gedəndə gəlib babaya dəyirlər. Özü mənə qoca baba deyirlər. Mən buradan gələcəkdə işləyən, fəaliyyət göstərən müəllimlərimizə, şagirdlərimizə nə tövsiyə edərdiniz? Şagirdlərə onu tövsiyə edirəm ki, oxumaq lazımdır. Oxumaq. O bilirsən, indi baxmayaraq ki, o Leninin sözüdür, amma o bugün üçündə səslənir. Düzdür. Kim oxumaqdan bezib? Heç kim oxuyubsa, o insan, mənim gözəl bir ustadım olub, Hacı Kamil, Hacı Hüseynli, mənim ədəbiyyat müəllimim olub, həm də məktəbin direktoru olub. Belə bir sözü var idi, deyərdi ki, Qumbaşı körpüsündən keçsən, adam olacaqsan. Tanıyırsınız da Qumbaşı kəndi. O nə mənada deyib? Yəni, burada elə qalsan, sürünsün, oradan səndən adam çıxmayacaq. Adam onda çıxar ki, təhsilin dalıca gedəsən. Mənim də gənclərə tövsiyəm odur ki, həmişə təhsilin arxasınca geçsinlər. Bax, Rusiyanın elə yerlərindən məni təbrik ediblər, mənim şagirdlərimdir. İbrahim Quliyev, professor, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür. Keçmişdə Astaranın icra hakimi olub, polkovnik olub, polis polkovnik. O, mənim tədbirimdə gəlmişdi. Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin adından mənə fəxri fərman gətirmişdi. Oradan deyir ki, Siyavuş müəllim mənim həyatımda silinməz izlər qoyub. Professor. Deməli, mən yaxşı müəllim olmuşam ki, o professor mənim haqqımda belə sözləri deyir. Bəs buradan sizə baxan şagirdlərinizə nə demək istəyirdiniz? Özünüz dərs dediyiniz şagirdlərə. Mən indi pensiyadayam, təqaüddəyim. Sizi baxacaqlar. Amma evim məktəbə yaxındır, gördünüz də. Küçənin o tərəfi. Düz. Mən belə işləmişim, çətinliyim olmur. Hər gün o şagirdlərlə rastlaşıram. Bəzən olur da, məni hardan tanıyarlar ki, mən müəlliməm. Uzun illərdir çıxmışım pensiya. Düzdür. Görürəm ki, o uşaq mən keçəndə salam vermədi. Saxlayıram, sizin əziz canınız üçün. Saxlayıram o uşağı, 3-4 nəfər olur da. Deyirəm, mənim əziz balalarım, siz məktəbdə oxuyursunuz. Sizə müəllimlər necə deyiblər ki, ağsaqqalın yanından keçəndə nə deyərlər? Deyirlər, salam verərlər. Deyirəm, bəs niyə salam? Yaddan çıxdı, hə? Bir tər başa salıram, təzədən salam verirlər. Gələn dəfə o mənim yanımdan keçəndə mütləq salam verir. Axı biz bunu deməsək, kimsə deməyəcək, uşaq elə də böyüyəcək. Elə də böyüyəcək, düzdür. Mənim çox sağ olun.
Sağ Allah olun razı sizə, olsun. minnətdaram. Bize kapınızı açtınız. Biz de Mənim sizden tanış evimin olduk. qapısı sənət adamların üzünə həmişə açıq. Çok sağ olun. Allah razı olsun. Bu evə çox adamlar gəlir. Çox televiziya studiyalarından gəlir. Xüsusilə Zərban TV, mənim orada bir gözəl dostum var. Yəni onu təsis eləyən, ona rəhbərlik eləyən Hacı Hafiz Mirzə. Gözəl insandır. O bura çox gəlir, verilişlər çəkir. Sonra Boradyadan gözəl bir qəzəlxan şair var. Məmməd Əvəzoğlu. Çox verilişlər çəkir. O cümlədən sizə də mən minnətdarlığımı bildirirəm. Allah işinizi avan diləsin. Çok sağ olun. Həmişə xeyirxah işlərə gələsiniz. Sağ olun, mənim sağ olun. Mənim kimi ağsaqqallar çoxdur. Onların hər birinin həyatını siz işıqlandırsınız. Bizim ölkəmiz bilirsiniz nə olar. Düz sizi de. Elə bil ki, siz o yayımı aparmaqla behişlik qazanırsınız. Mənim əziz balalarım. Çok sağ olun, ben sağ olun. Sağ olun siz. Sağ olun, sizinle tanıştığımızda Sağ olun. çok şad olduk. Değerli hatıralarınızı bizimle bölüştüğünüz için size minnettarlığımızı bildiririk. Çok sağ olun. Sağ olun.